Biz Qazaxdayıq, yeni gəlmişik və gəlməyimizlə, Mədəniyyət Mərkəzinin qarşısına gəlməyimizlə o silah səsini eşidirik və dayanmadan eşidirik. Siz də eşitdiniz. Əslində bu sadəcə səsdir, silah deyil. Biz düşünürdük ki, patrondur. Deməli, quşların bir-birindən dalaşmağını istəmirlər və üstəlik bir ağaca doluşmağını istəmirlər. Çünki sakinlər narahat edirlər deyə. Amma orada olan quşları siz görsəz, yəni Abel kitabımı oxumamısınız. İnşallah Azərbaycanda hələ nəşr olunmayıb. Oktyabr ayında beynəlxalq sərgidə inşallah çap olunacaq Xan nəşriyyatında. Və inanın ki, bura gələndən, Qazaxa gələndən hər yerdə Aveli görürəm. Hər yerdə. Yəni Aveldə mənim üçün artıq leyliklərini atır. Sağ olsun. Bütün işarələrini göstərir mənə ki, yəni mən buradayam, sən də buradayam.